Dəyərli sürücülər, avtomobilin gövdəsinə qulluq etmək üçün vasitələr var. Məsələn, təklif edə bilərlər ki, sizə üzərinə keramika çəkilsin və onun boyası qorunsun. Bugün də qarşımızda LVM şirkətinə məxsus Gionun keramikaları qarşımızdadır ki, Baba ustamız da ondan bağlı bizə məlumat verəcək. Baba usta, buyurun. Gionun deməli funksiyası nədən ibarətdir? Bunlar maşın üzərində bir örtü olaraq boyaların uzun ömürlü qalmasını, gün şüasından qorumasını kömək edən bir vasitədir. Deməli, 6 aylıq olan konkuat keramikası var. Buna qulluq eləyəndə 1 ilə yaxın qalır maşın üzərində. Qulluq nədən ibarətdir? Öz şampunlarından istifadə eləmək şərti ilə və 1 illik keramikaları var. Van 1 illikdir. Qulluq eləyəndə il yarım davam eləyir. 2 illik keramikası püredi, mostu, sinxrodur. Bunlara sinxro 3 il davam eləyir maşın üzərində. Infinity isə 10 il maşın üzərində. Bu 10 il qoruyur avtomobil. 10 il qalır maşın üzərində. Bunun içində nə var, Baba usta? Yəni, birinci olaraq üzü 30 qram çəkilir, ikinci üzdə 30 qram topqarı çəkilir. Bəli. Bəli, keramika budur. Bunlar deməli öz şampunlarla yulanda 10 il maşın üzərində qalır. 10 il gördüyü işte ondan ibarətdir ki, gün şüasından avtomobili qoruyur, düzdürmü? Hidrafob yaradır maşın üzərində. Yəni çirk qalmır avtomobil üzərində. Özünə təmizləmə, yəni maşın palçıqlı olan zaman, moykada yuyulan zaman tez yuyulur maşın. Su axıdıcı hidrafob qüvvəsi var, su boğuculuq deyirlər. Maşını da parlaq saxlayır daimi. Cızılma ehtimalı olmur maşınlarda, yəni avtomobillərdə hər saat cızılma ehtimalı olmur. Belə bir sual verin, Baba usta. Bu Infinity keramikası 10 il avtomobil üzərində qalır, onu qoruyursa, qiyməti nə qədərdir? Yəni bir avtomobili biz elə də baha deyil. Bu günləri 280 manat, endirimlə 260 manatdır. Hal-hazırda istifadə də eləyən çoxdur. Axır bu 3 ildir çıxıb Infinity. Hətta burada mat maşınlar üçün də keramika var. Mat maşınların yeniləyir boyasını. Yenə də cızılma ehtimalını qarşısını alır. Yəni bunun funksiyaları keramikaların ondan ibarət. Hətta koja keramikası var. Məsələn, salona dəri üzərinə çəkilən letter shield. Sonra məsələn Viv şüşələrdə qoruyucu yaradır qat. Su boğuculuq, məsələn, yağış düşəndə su axır, götürmür. Eyni qaydada disklərdə, kapronlarda keramika, xüsusi keramikaları var. Yəni çeşid olaraq çoxdur. Bunu bütün dünya tanıyır. Yəni ən öndə gedən ölkələr bundan istifadə edir. Bir sual verin, Baba usta. Yaxşı, keramikadan danışdıq. İndi izləyicidə bir sual yarana bilər ki, avtomobilin plyonkası ilə keramikanın arasındakı bir fərqi bilək də. Adam gedir 10.000 manat pul xərcləyir plyonkaya, avtomobil pyonka çəkdirir. Amma siz də deyirsiniz ki, keramikada 10 il qoruyur. Pyonka ilə bir keramikanın fərqinə toxunsaq? Yəni əslində baxır o imkana, əslində demirik PPF yaxşı bir şeydir, plyonka. Yəni o da Gionda da var. Hal-hazırda 10 ildə qaranti verir. Amma bu günləri imkanı olan adamlar o PPF plyonkanı çəkdirir. Belə də ki, daha şux şəffaf qalmaq üçün əlbəttə bu günləri 10 illik keramikalar daha keyfiyyətdə öndədir. Bu günləri 2 qat vurulmaq şərti ilə 10 il maşın üzərində qalır. Amma bu şərtlə ki, öz şampunları yuyulmaq şərti ilə. Aydındır. Yəni birinci şampun var, ikinci şampun var, sonra vosk var. Yəni onsuz da keramik ondan ötərdir ki, hidrafobluğunu saxlayır, su boğuculuqluğunu, özünə təmizləməni saxlayır, ona görədir gün şüasından qorunması falan. Yəni funksiyalar budur. Dəyərli sürücülər, bizə aydın olan nədir? Avtomobilin gövdəsindən qulluqla bağlı keramikaları var, həm gövdəyə, həm onun dəri salonuna, daha sonra alın şüşəsinə, yəni şüşəyə də üzərinə çəkilən keramikalar var ki, bu keramikaları istifadə edə bilərsiniz ki, avtomobilinizi qoruya bilərsiniz. Hətta Elnur, bozarmış PPF-lər olur. Gec-tez axır illərdə də PPF plyonkalar moda düşüb. Yəni
Bunlar bozardıqda bunun pastaları da var, polirovkaları bizdə. Hətta onun keramikası da var. PPF-i yeniləyir. Yəni kimsə onunca soymağa ehtiyac yoxdur. Onun ömrünü artıra bilirik. Yəni. Ömrünü artıra bilirik. Bir neçə il maşın üzərində qalır. Əla. Deməli kimsə plyonka çəkdirilibsə 10 illik, Bəli. 10 illik başa çatıbsa, heç plyonkanı soymasın. Soymağa ehtiyac Ona yox. qulluqla yenidən o plyonkanın ömrünü artırmaq olur. PPF-lər var ki, 2 il garanti verilir, 15 il garanti verirlər. Bizdə 10 illik PPF var, yəni plyonka var. Bizim də siz demişkən 10 il vaxt gəlib çatarsa və yaxud 5 il çatarsa, bozarma varsa, PPF-də istər-istəməz yolduqcan qum dənəcikləri bozardır. Bəli. O zaman PPF-in özünün keramikası var. Pastası və keramikası. O da bizim detailnik sentrlərdə öndə gedən sənətkarlarımız var. Onlar başa çatdıra bilir. Babası çox sağ olun, minnətdarız. Sağ olun. Xoş olun.